ailəli qadınla danışmaq nədir, yazışmaq nədir? Allah şəri qayda qanun qoyub. O qayda qanunla sən getsən, ömründə bərəkət görərsən. Amma bu günləri təəssüf olsun ki, mən bunu həmişə deyirəm. Yenə də buradan bunu ifadə edirəm. Hamımızdan üzr istəyirəm. Bu günləri zina eləməklik olub kişilik. Amma şəri cəhətdən biri ailə qurursa, deyirlər filan kəs filan şeydir. Adım tutmuram mən belə. Əyyaşlıq sayırlar evlənməyi, amma kişilik sayırlar nəyi? Zinanı. Kişidir də gərək getsin, gəlsin. Amma bir nəfər şəri cəhətdən Allah qayda qanunu ilə əqd eləyib, ailə qurub olub nə əyyaş da, o biri sözü demirəm, mənbərə hörmət eləyib. Bizim cəmiyyət belə deyir.